Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, futbol sevərlər. Mən Elçin Cəfərov yeni yaradılan Futbol Ofisi TV YouTube platformasında yeni verilişlə qarşınızdayım. Bundan sonra hər həftə Futbol Ofisi TV-də Azərbaycan futbolu, dünya futbolu ilə bağlı maraqlı layihələr təqdim ediləcək. Xüsusilə Azərbaycan futbolunda, xüsusilə son həftələrdə, son günlərdə cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparacaq. Təbii ki, müəyyən verilişlərdə qarşınızda mən olacağam və sürprizlərimiz də var. Azərbaycanın dəyərli futbol adamlarını, futbol mütəxəssislərini də siz Futbol Ofisi TV-də izləyəcəksiniz, görəcəksiniz. Elə bu minvalla mən yeni layihəmi məhz Futbol Ofisi TV-də ilk layihəni həftəlik protokol verilişini təqdim edirəm. İlk buraxılışla qarşınızdayam. Təbii ki, həftəlik protokol deyiriksə, futbol deyiriksə, təbii ki, dəyərli futbol mütəxəssislərimizlə bu fikirlər ətrafında müzakirələr aparacağıq. İlk qonağım isə mən hər zaman demişəm, Tərlan Əhmədovun ayağı hər zaman düşərlidir. Müxtəlif layihələrdə uğurlu gəlir. Elə bu minvalla mən ilk verilişimə dəyərli futbol mütəxəssisinin Azərbaycan futbolunun tanınmış simalarından məşqçi Tərlan Əhmədovu dəvət etmişik. Çox sağ olun Tərlan müəllim, dəvətimizi qəbul etdiniz. Buyurun, söz sizdədir. Siz sağ olun ki, dəvət edəcək. İlk növbədə verilişinizə uğurlar arzulayıram. Uzun müddətli olsun. Azərbaycan futbolunun inkişafında, yeni nəslin inkişafında, futbolçularımızın, futbolumuzun daha da gözəl, ən yüksək pik nəqtəyə gəlib çatmasında layihənizin bizim üçün uğurlu olmasını arzu edirəm. Təbii ki, biz də hər zaman Azərbaycan futbolunun inkişafı istiqamətində biz də media sahəsində öz sahəmizdə nələr etməyə çalışırıq. Ümid edirik ki, izləyicilər üçün, tamaşaçılar üçün maraqlı olar və əziz dostlar, Futbol Ofisi TV-nin The Football Office TV, yəni ingiliscə gedir, YouTube kanalına abunə olun, izlədiyiniz videoları və gələcəkdə canlı yayımları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Bizim kanalın inkişafı sizin abunənizdən və izlənmə sayınızdan çox asılıdır. Odur ki, hər birinizi abunə olmağa dəvət edirik. Tərlan müəllim, həftəlik protokol dedik verilişimizin adı. Bir həftə ərzində Azərbaycan futbolunda xüsusilə diqqətinizi cəlb edən nə oldu və yaxud da nələr oldu? İlk növbədə deyim ki, çempionatdakı bu gərginlik daha çox mənim fikrimi cəlb elədi. Qarabağ, Sabah oyunundakı o proseslər, yəni Neftçi Zirə oyunundakı hadisələr. Bəli. Yəni bunlar Azərbaycan futbolunda son illərdə yaşanmayan bir hadisələr idi. Bu il demək olar ki, sonluğa yaxın çempionatımız həddindən artıq gərgin keçdi. Bunu biz son oyunlarda da müşahidə elədik. Hakim səhvləri oldu, klubların haqları yeyilməsi, oyunlardakı o davalar biraz bu futbolumuzu daha da gərginləşdirdi. Mən açıq deyim ki, son illərdə belə bir gərgin prosesin olmamağını müşahidə edirdik ki, son hardasa bəlkə də 5-6 ildə belə bir gərginlik yox idi. Bəli. Bu da çempionluqda mübarizənin daha şiddətli olması idi və 3-cü, 4-cü yer uğrunda mübarizənin. Bu iki yer uğrunda mübarizə idi ki, sonunda qalib tərəf Sabah oldu. İndi qalıb 3-cü, 4-cü yer uğrunda, 4-cü yer uğrunda mübarizə. Bəli, o da maraqla gedir. Bəli, maraqla gedir. Aşağı yuxarı artıq demək olar ki, Turantovuz öz məsələsini həll eləyib. Bir qələbə lazımdır. 3 oyunda hər halda bir qələbə qazanmaq şansı var. Amma belə götürsə 4-cü də mübarizə gedir. Buradakı yenə deyirəm, o son olaylardakı, hadisələrdəki bu müzakirələrə çıxdı. Qarabağ Sabah oyunundakı Hakim səhvləri, penalti epizodu, qırmızı vərəqələr. Yəni bunlar hamısı Zirə deyək ki, Neftçi oyununda Zirənin vurduğu qol haqsız. İndi istər-istəməz deyəndə də çoxları xoşlamır, amma hər halda Neftçinin haqqı orada yeyilmişdi. İstərsən bunlar da müzakirədir. Biz son illərdə belə bir şeylər yaşamamışdıq. Bu da təbii ki, öz-özlüyündə Azərbaycan futboluna, Premyer Liqanın izlənmə dərəcəsinə böyük mənada təsir göstərir. Əlbəttə ki, siz yaşanmayan elə bir hadisələr yaşanır ki, istər-istəməz Maraq olur. Maraq doğru, həm də müzakirələrə çox yer verir. İstər-istəməz bizim futbol daha çox tələb olunur ki, sakitlik olsun.
Yəni biz 2011, 2012, 2013-cü illərdə olan hadisələr indi heç söz yox. Futbolumuz indi VAR sistemi olaraq da məsələn sən görürsən ki, hakimlər səhvə yol verir. Biraz da bu qıcıq yarandırır, bizə müzakirəsə. Ona görə də o baxımdan son illər yaşanmayan şeylər artıq bu il yaşandığı üçün həm daha çox deyim ki, maraq doğurdu insanlarda. Həm gərginlik həddən artıq futbolda çox idi. Artıq futbolçuların və Qarabağın bəli. deyək ki, Çempionlar Liqasından sonra artıq bitirəndən sonra biz düşündük ki, Qarabağ daha çempionata rəng qatacaq, amma görünən oldu ki, Qarabağ itirdiyi xallar qallar. Sonda Sabahın oyunda biraz o gərginliyi daha da çoxaltdı. Bəli, o gərginliyin artmasına səbəb oldu. Bir çoxları təbii ki, bu fikri səsləndirir ki, Qarabağ Çempionlar Liqasında çox güc sərf elədi. Alternativ heyətin olmamağı və Sabah kimi bir kollektivin Premyer Liqada yer almağı, digər kollektivlərin də aşağı-yuxarı mübarizlik ruhunun daha yüksək səviyyədə olmağı Qarabağa müəyyən problemlər yaşatdı. Sizcə Qarabağ bu mövsüm ki, yəni belə deyək də son illərin çempionu deyək, bir era bitir, Sabah erası başladı. Yəni bu bir eranın yekunu deyə bilərik bu mövsüm üçün. Bu Qarabağda nə kimi dəyişikliklərə gətirib çıxara bilər? Biz deyirik ki, biz Qarabağ Çempionlar Liqasında çıxış elədiyi yorğunluq fonudur. Söz yox, hardasa bu proses ola bilər. Amma Qarabağın itirdiyi xallar görün kimdəndir? Sumqayıta evdə məğlubiyyət, Kəpəzə. Kəpəzə evdə məğlubiyyət, Kəpəzə səfərdə Bəli, məğlubiyyət, bəli, bəli. Şamaxı ilə səfərdə xal itkisi. Siz bu belə bir oyunlarda xal itirmək Qarabağa yaraşmadı. Yəni Çempionlar Liqası liqa mərhələsində oynayasan, növbəti mərhələyə çıxasan, 8-də 1-ə qədər gələsən, amma çempionatda yaşamaqla mübarizə aparan komandalara xal etdirəsən, sən məğlub olasan. Bəli. Yəni bu Sabahla olsaydı, Neftçi ilə olsaydı, amma görürsünüz ki, Qarabağ Neftçi ilə oyunda tamamilə fərqli bir oyun nümayiş etdirir. Hətta Kəpəzə Sumqayıta məğlubiyyətdən sonra Sabahla tamamilə fərqli oyun oynayır. Zirə ilə tamamilə fərqli oynayır. Həmən komandaya oxşamır. Köklənmədə bəlkə futbolçuların və Ola bilər ki, konsentrasiyada yəni bu problemlər siz elə bir komandanın, elə bir uğurlu Çempionlar Liqası liqa mərhələsindən sonra elə bir oyunları uduzmaq, xal itirməsi biraz qəbul olunmazdı. Yəni öz deyək ki, liderlə çempionluqla mübarizə apardığı rəqiblərdən xal itirsə hardasa başa başa düşülməlidir. düşüləndi. Bəli. Siz təsəvvür edin ki, Sumqayıta evdə məğlub olursunuz. Kəpəzə evdə 2-0 məğlub olursunuz. Və yaxud da gəlirsiniz Kəpəzdə səfərdə 1-0 məğlub olursunuz. Yəni insanlarda sual doğurur da. Necə oldu ki, Neftçiyə qarşı tamamilə fərqli bir oyun oynayırsınız? Yəni bu biraz qəbul olunmazdı. Bu gün futbolda belə şeylər qəbul olunmazdı. Sadəcə olaraq Sabahın bu il çempionata tamamilə fərqli başlamasıdır. İlk növbədə siz təsəvvür edin ki, avqust ayının 30-da ya 31-də İmişliyə məğlub olan bir komanda bu çempionat məğlubiyyət yaşamayıb. Demək ki, bu komandanın strategiyası tamamilə düzgün yoldadır bu ilki çempionat üçün. Gələcəyi biz bilmirik. Amma Sabahda da əvvəllər görürsünüz ki, məşqçi gəldi, getdi, futbolçular dəyişir. Tez-tez dəyişikliklər oldu. Amma bu il görürsünüz ki, yeni məşqçi, yeni futbolçular cəlbə, hansı ki, futbolçuların deyək ki, elə 3 futbolçunun adını sadəcə bir çəkə bilərik ki, deyək ki, Maludadır, Simişdir, Puxaç da var. Puxaçdır, bir də ki, Mikes. Yəni Mikes, bəli. bir neçə bu 4 daha da çəkmək Hələ Rəxman Əliyev var, yəni onlar mən bəli, hələ Lepnitsa sonra- var. Yəni bu futbolçuların hücum xəttindəki göstərdiyi oyun, biz əvvələ yadınızdadır bir neçə il bundan qabaq Qarabağın hücum xəttində məsələn Endlo deyək ki, Zubirov olurdu bu. İstər-istəməz Bəli, imtahanasızadı. bəli. İstədikləri oyunu nümayiş etdirə Etdirirdilər. bildilər. Çox şaxır. Bu gün də həmən oyunu bu gün demək olar ki, Sabah nümayiş etdirir. Sabah bu il həm komanda şəklində mükəmməl oynayırlar, həm də fərdi keyfiyyətləri Keyfiyyət ortaya qoya baxımından. bilirlər. Yəni Maluda da istədiyi vaxtı bir deyək ki, Qarabağın oyununda deyək ki, qalibiyyət üçün öz fərdi ustalığından istifadə edib nəticə verə bilir. Simic də həmin kimi, yəni biz son oyunlarda görmüşük Qarabağın oyunlarda bu üçlük demək olar ki, oyunu tərk edir. Bu xaçın özünü götürə bilirsin. Hücuma qoşulmaqları, Bəli, onun hücumlardakı, onun ötürmələri. təcrübəsi. Yəni istər-istəməz bu komandanın şeyləri, Rəxmanı özünü götür. Məsələn, Qarabağda əvvəllər dağıcı funksiyonu yerinə yetirən deyək ki, futbolçu var. Bu gün Qarabağda Yoxdur. o dayaq yarımmetrdə dağıcı futbolçu yox, olmaz. Məsələn, Romao yaxşı icra Bəli, yəni eləyirdi. ona görə Bəli, ki, bəli. siz indi təsəvvür edin yoxdur. ki, Qarabağa vurulan Çempionlar Liqasında və yaxud da Azərbaycan çempionatında vurulan qolların demək olar ki, 90%-i həmin mövqedən vurulub.
Ən zəif nöqtədir. Mən bir neçə Müdafiə ilə yarım müdafiə arasındakı bəli, boşluqlarla tandemi, dayaq müdafiənin yarım müdafiə. mərkəzi ilə yarım müdafiənin dayaq Bəli, mərkəzi. bəli. O zonadan, o mövqedən Qarabağ vurulan qollara baxın, istəyir Newcastle olsun. Ajaxla Bakıdakı Ajaxla maçda. Bakıdakı oyunlar olsun. Çempionatımıza baxın, çempionatdakı hətta məsələn şeydə baxın, Benfica ilə oyundakı ilk oyunda da məsələn 2 top standart vəziyyətdən sonra vaxtı baxın görün bütün qolların demək olar ki, Qarabağ buraxdı. Hətta Azərbaycan çempionatında o mövqedən nə qədər Yanukoviçin səhvləri olub. Bəli, bəli. Yəni Mən Yankoviç niyə o səhvlərə yol verir? Məsələn, Rama olanda daha yaxşı idi. Bir-birini sığortalayırdılar. Biri dağıdıcı idisə, Yankoviç daha fərqli oynayırdı, sürətli hücumları düşünürdü. Amma indi elə bir sanki bu mövsüm o tandem alına bilmədi. Yarım müdafiənin yarım mərkəzinə. müdafiənin dayaq mövqeyində siz Bəli. Ramona dəyişəcək bir futbolçu olmadı. O cür deyək ki, dağıdıcı funksiyanı yerinə yetirəcək. Yankoviç Bikalyonu eləyə bilmədi. hə? yox, alınmadı. Onlar şey alınmadı. İstər-istəməz siz Yankoviç nə qədər olsun ki, həm dağıdıcı futbol oynasın, həm məsəl üçün yaradıcılıq futbol. Yaradıcılıqda bəli mükəmməldir. Oyun quruculuğu, arxadan oyun qurması mükəmməl. Amma dağıdıcı formada artıq çatdıra bilmir. Çünki bu o gücə heç kim sahib deyil. Yəni bu gün dünya futbolunda elə bir şey yoxdur ki, həm dağıdıcı funksiyanı yerisə, həm yaradıcılıq olsun. Çətin olsun. Ona görə O Azərbaycanda bəli, zaten Yanukoviç- gəlməzdi Ya, onda. əlbəttə ki, əlbəttə dedi futbolçu Azərbaycana gəlməz. O bir dəfə bizim Azərbaycanda bir klub rəhbərindən biri deyib ki, bizə futbolçu lazımdır. Elə bir qiymət deyib ki, Azərbaycanda nə bilim 3000, 5000 deyiblər ki, necə futbol? Deyib həm yaradıcı olsun, həm out atsın, həm gol vursun, həm yaratsın, həm out atsın, həm gücdən zərbə qaldırsın, cərmələrdən vursun. Ha deyiblər onda ki, biz gedə Ronaldon bəlkə gətirəsən ki, hər bir tərəfli. İspaniyadan gəlir. Yəni La Liqadan. məsələ burasındadır ki, elə bir futbolçu ümumiyyətlə Əlbəttə, tarixdə yox. yox. Ona görə də bu gün Yankoviç tək qaldığı üçün o mövqe boş qaldı. Yəni dağıcı funksiyanı yoxdur. Rahmanəliyev təsəvvür edin nə qədər dağıcı funksiyanı çox yoxdur. yaxşı. Nə qədər rəqiblərin orta xəttdə Elə bir müəllim, o Aleksey İsayev də qayıdandan sonra sanki o puzzle elə bir oturdu orada məsələn. O da var. Rahmanəliyev daha çox dağıcı funksiya malikdir. İsayev də İsayev isə yaradıcılığa daha yaradıcı, çox bəli, üstünlük bəli. verir. Onu yaxşı icra İsayevin- elədilər. İsayevin müdafiə fonu yoxdur. Yəni bunu biz bildik. Deyək ki, top alma, rəqibinə birə-birlərdə. O son 30 metrdə, 40 metrdə qalmalıdır da belə Bəli, deyək. yəni o yaradıcılıq tamamilə fərqlidir. Yəni bu bütün dünya futbolunda bu proseslər var. Düz indi bəzi dünya futboluna tələb edirlər ki, hamı kimi, amma elə bir funksiyalar var ki, məşqçilər daha çox hücum xəttində futbolçuların hücumdakı o keyfiyyətini yaxşılaşdırmaq üçün arxada görürsünüz ki, daha çox rəqibin oyunu pozacaq futbolçular ortada yaradırlar ki, o dağıdıcılığı dağıtsın ki, o hücum xəttində olan futbolçular çox geri qayıtmasın. Onların gücü olsun ki, yaradıcılıq fonunda komandanın qalibiyyətini gətirəcək gücə malik olsunlar qarşıda. Fərdi ustalıq və yaxud da komanda şəklində əks hücumlarda bu baxımdan Sabah görürsüz daha keyfiyyətlidir. Sabah boyu daha keyfiyyətli oyun nümayiş etdirir. Çünki həm əks hücumlarda rahat keçə bilirlər. Çünki arxada müdafiə xətti də keçilməzdir. Dayaq yarı müdafiədə də demək olar ki, tək Rahmanəliyev yox, Dağıstanlı futbolçu da bilirsiniz ki, qırmızı vərəq Bəli, Xaybullayev. Xaybullayev. Yəni o da dağıcı futbola malikdir. Amma Aleksey İsayev yaradıcılıqdır. Yəni elə bir forma yaradılıb ki, Hərənin öz vəzifəsi hərənin var. öz vəzifəsi var. Bəli, bəli. Yəni heç kim öz vəzifəsindən kənara Kənar çıxmır. iş görmür, bəli. Bəli, hər kəsin öz vəzifəsini yerinə yetirdiyi üçün də Sistem qəşəng. sistem tamam hər şey öz mükəmməl. işləyir. Yəni bu işi görmək üçün baş məşqçiyə siz təşəkkür düşür ki, Azərbaycanda Dambraskasla bağlı ilə sual verəcəydim. O mütəxəssis haqqında fikirləriniz ümumiyyətlə. Azərbaycanda bilirik ki, indiyə qədər belə saysaq, ya 3 ya da 4 əcnəbi mütəxəssis, yəni çempionluq yaşayıb Premyer Liqada. İndi biri də Dambraskas oldu. Dambraskasla bağlı oyun planı, oyun şablonu, oyun düsturu sizi nə dərəcədə, yəni necə görürsüz onu? Məsələn, gələndə vəziyyət sizə dediniz ki, yəni gec gəldi. Bu sistemi formalaşdırmaq üçün ilk növbədə təbii ki, rəhbərliyin dəstəyi lazım idi Mütləq ki, şəkildə. onu da icra olundu. Bu profil olaraq nə deyə bilərsiniz? məsələ burasındadır ki, məşqçi dəstək almasa rəhbərlikdən heç vaxt nəticə əldə edə bilməz. Əgər onda məşqçinin o qədər böyük bir elitada, futbol elitasında o qədər böyük Çəkisi. bir çəkisi, hörməti olmalıdır ki, rəhbəri dəstək olmasa məsələn o nəticəni verə bilsin. Bəli.
Yəni bu da ki, indi biz Dambraskası biz Amoniyadan tanıyırıq ki, Dambraskası orada görmüşük. Zirenin oyunda biz onu müşahidə olmuşuq. Biz başqa onun Azərbaycana gələcəyini biz bilmirdik ki, bu nə vaxtsa gələcək. Amma onun işinə biz artıq oradan bələd idik ki, o necə iş funksiyası qurmuş. Dambraskası gəlincə bilirsiniz, insanın verdiyi nəticə işi göz qabağındadır. Qısa müddətdə futbolçularla ünsiyyəti var. Hətta bizim maraqlandığımız indi bir bəzi yerlərdən maraqlanırıq ki, bu işi necə görür də, yəni işinin mahiyyəti nədir? Bilirsiniz, insan rahat otura bilmir. Yəni yeni ideyalar çıxarır oyuna. Bir də görürsünüz kim deyir, məşq qurtarandan sonra futbolçunu çağırır, deyir ki, gəlin meydançaya, yeni bir fikrim var, bunu belə eləsə daha. Yəni insan görürsən ki, Axtarışdadır. axtarışdadır. Və qısa müddətdə biz Sabah kimi bir futbol klubunu deyək ki, mükəmməl futbol strategiyasını gətirib çıxarmaq, sistemə gətirib çıxarmaq və Qarabağ kimi oturuşmuş bir heyət, 17-18 ildir Qurban olun, başçılıq altında olan bir heyəti dağıtmaq, onun futbol fəlsəfəsini dağıdıb bir komandanı qurmaq, yəni qısa müddətdə buna heç bir əcnəbi məşqçi bacarmayıb. Bəli, bəli. Yəni bu 2021-ci ildə bilirsiniz ki, Samir Abbasov Neftçidə olanda bu Bəli, proses bəli. olmuşdu. Bir də ondan sonra indi artıq bir də Dambraska. Yəni qısa müddətdə indi siz təsəvvür edin ki, çempionluq 15 xal Sabah Qarabağdan irəlidir. Mövsümün əvvəlində kimə deyilsə gülərdi. Gülərdi, bəli. Yəni heç kim bunu təqdir edir, amma Sabah öz işini görməyə bacar. Sabah o biri klublardan fərqli olaraq Dambraska. Qarabağın Çempionlar Liqasını oynadığı müddətdə çox məharətlə istifadə elədi. O oyunlar ki vardı ki, hansı ki. Qarabağın ağır oyunundan sonra məğlub elədi 2-1 Yəni evdə. istər-istəməz çox məharətlə istifadə elədilər. Yəni bu da futbolun bir öz demək ki, bacarığıdır. İncəliklər. Bəli, məşqçinin bacarığı idi və ikinci bir şey də hətta biz çempionat oyunlarında görmüşük, Qarabağ Sabah oyunlarında Sabahın Qarabağdan üstün olduğunu görmüşük. Yəni bu ilki çempionatdan gedir. Demək ki, məşqçi öz işini biləmir. Məşqçi rəqiblərin zəif cəhətini daha üstün tutur. Rəqibləri vura biləcək o silahı daha yaxşı, mükəmməl bilir ki, o deyək ki, öz işini gəlib komandası çempion olsun. Yəni bu insanın gördüyü iş artıq göz qabağındadır. Qızıl dublə də imza ata bilər bu arada. Mən açıq deyim ki, Finalda. bir müddət bundan qabaq bir müsahibə verdim. Dedim ki, Sabah klubu tarixində həm çempionluq yaşayır, həm qızıl dubl edə bilər, həm də ki, komanda məğlubiyyətsiz seriyanı davam etdirə bilər. Siz təsəvvür edin. Qarabağ, Sabah məğlubiyyətsiz seriya. Yəni çempionatda bir məğlubiyyəti olan bir komanda kimi tarixə düşə bilər. O da gedir. Gedir. Hələ ki 3 tur qalıb, yəni Səfər məmsə Neftçi ilə oyunu var. bir Neftçi oyunu var. Neftçi üçün də 4-cü pillə finaldan Bəli, indi öncə o da hər bilmirik halda necə olacaq. çox maraqlı bir oyun olacaq. İkinci bir nədən ki, Sabah qızıl dubl eləyə bilər. Yəni Bu da önəmli. Tarixin üçün çox bəli, önəmli. Yeni sezonda bilinmir indi. Yeni sezonda Neftçi yeni bir komanda gələcək. Turan yeni bir komanda. Yeni mövsüm tam fərqli Tam olacaq. fərqli olacaq. Yəni istər-istənməz artıq bu ilki şans olmaya bilər Sabah üçün yaxşı gələcək. Ona görə də bu indiki məqamda mən düşünürəm ki, Sabah nə qədər bacarıq etdiysə, həm də ki, həm kuboku qazanmaq şansı olacaq. Onlar üçün maraqlı deyil. 4-cü yeri Neftçi tutacaq və ya da Zirə tutacaq. Çünki komandanın öz strategiyası var. Qarşısına qoyduğu məqsəd ona çatmaq. İndi ona çatmaq üçün də son bir mərhələ qalıb ki, finalda Zirəni məğlub etməkdir. Və Zirəni məğlub etməyini də Neftçi də səbirsizliklə gözləyir digər tərəfdə. İkinci tərəfdən Neftçi özü gözləyir ki, Sabahla bəli, və Sabahla maçı var. Amma mən sizə deyim ki, Neftçidə irəliləyiş daha çox gözə çarpır ki, yəni son oyunlarda da görür ki, komanda daha maraqlı oyun nümayiş edir. Bax məsələn də elə söz düşmüşkən, elə Neftçi ilə bağlı danışaq. Neftçinin son Qarabağla 2 maç oynadı. Birində böyük hesablı məğlubiyyət, digərində isə qələbə. Vernidub böyük ehtimalla dərslər çıxardı. Birinci məğlubiyyətdən. Çünki oyun sistemi, oyun şablonu baxımından, düsturu baxımından. Yəni Qarabağa bilirik ki, öndə baskı eləyib, pressing eləyib, yəni mərkəzdə sıxmaq çox çətindir. Yəni oradan 2 ötürməklə müdafiə arxasına atılan toplar necə təhlükəlidir, onu gördük və buraxılan qollardır. Vernidubu necə görürsünüz Neftçidə gələn mövsüm üçün? Bax bu oyunlarda necə analiz edirsiniz mütəxəssis? Birinci oyundakı 5-1 uzanda, hələ ona qədər məsəl üçün komanda itirdiyi xallara baxanda, gəlişindən sonra demək olar ki, bir balaca oyun fəlsəfəsində böyük dəyişiklik var. Sürətli hücumlar qururlar, çalışırlar ki, futbolçunun öz potensialını açmaq şansları var. Artıq yavaş-yavaş biz görürük ki, futbolçu öz potensiallarını da artıq ortaya qoya bilirlər. Fərdi ustalı, fərdi keyfiyyətlərini ortaya komandaşlarına oynayırlar.
Yəni istər-istəməz bu baxımdan baş məşqçinin böyük rolu var. Yəni Fernando indi Şerifdə işləyib, onu biz bilirik ki, komanda Çempionlar Liqasının qrup prosesində Real Madridlə məsəl üçün səfərdə qalib gəlib. Yəni məşqçinin işi göz qabağındadır. Ukraynada sayılıb seçilən məşqçilərdən biridir. İndi mən Və burada da klub daxilində xüsusi çəkisi olan, yəni sözünün mən kəsəri olan bir Ukraynada imtahan. oynadığım dövrdən bilirəm ki, Ukraynada məşqçilər daha çox işə o qədər diqqət yandırırlar ki, aqressiv olurlar. Yəni onlar işə yanaşanda aqressiv olurlar. Onlar üçün fərq etməz kimliyindən hansı futbolçunun. Onlar daha çox öz görəcəyi işi, klubun nailiyyətini daha çox üstündürlər, nəinki futbolçuya önəm versinlər. Benito da o futbol məşqçilərdən biridir. Yəni onun aqressivliyi onun üzündə görükür. Onun tələbkarlığı onun üzündə görükür. Gələndən sonra komandanın oyununda da düzdür, bəzi oyunlar olur ki, mən də tənqid eləmişəm ki, məsələn, bu oyun bu düzgün deyildi. Hətta 5-1 uzanda mən dedim ki, niyə bu baş məşqçi Bu oyun belə bir planı. futbol fəlsəfəsi, yəni bu sistemi seçdi, bu taktikanı seçdi ki, niyə Qarabağla başa-baş oynamaq? Sən hələ bu komanda o səviyyəyə malik deyil. Yəni qısa müddətdə bura gətirib çıxarmaq öz böyük şeydir. Amma Qarabağla daha fərqli oynaya bilərdi. İkinci oyunda məsələn mən dedim ki, Qarabağ üstündən oyunda əks hücumlarda oynasaydı daha keyfiyyətli olacaqdı. Nəinki açıq futbola getmə və yaxud da Qarabağı öz silahı ilə vurmaq. Çünki ona artıq komanda hazır Bəli, deyildi. bəli, bəli. Futbolçular tam hazır deyil. İkinci oyunda elə İkinci deyil. oyunda artıq görürsüz ki, demirəm o bizim dediyimizdə. Yox, yəni bu insan- gördü də. Bəli, bu insan öz üzərində işləyir, komandanın fəlsəfəsini bilir. Yəni futbolçuların oyun forması. Yəni istər-istəməz 5-1-dən sonra hardasa Qarabağda o arxayınçılıq hiss olunurdu bəzi hücum xəttində futbolçularda. Çox arxayınçılıq hiss olunurdu. Düzdür. Rotasiyada əl atmışdı Qurban Qurbanov. İndi ilk oyundan növbəti oyunda bəzi dəyişikliklər eləmişdi. Amma istər-istəməz onun gedişatında nə qədər dəyişiklik etsən artıq demək olar ki, komandanı o motivasiyanı geri qaytara bilmədi. Əvvəlki 5-1-dən əvvəldə kimi. Bəli, bəli. Amma Neftçi daha çox istəkli idi. Neftçi Neftçi daha daha çox istəkli idi. Yəni ikinci dəfə məğlub olmaq istəmirdi. Bu da hiss olunurdu ki, məşqçi düzgün taktika seçdiyi üçün artıq futbolçular nəyi nə edəcəyini bilirdilər. Məsələn, Emin Səfərov kimi bir profil qazanıldı. Bəli. Yəni itmişdi. Biz Qəbələdə gördüyümüz Emin Səfərov hara Neftçidə yəni ehtiyatlı əyləşirdi. Oyun olaraq heç bir faydası olmurdu. Yəni bu gün isə yəni Emin Səfərov yəni komandanın üçün ən önəmli profillərdən birinə çevrildi. Gələndə nə qədər vərəqə aldı, qırmızı vərəqə alırdı. Bəli, bəli, bəli. Oyun demək olar ki, komandanın oyununda tamam ən çox oyun sistemini pozan futbolçuydu. Amma artıq görürsünüz ki, Benidorm'dan sonra bu komandada demək olar ki, artıq biz onu qazanmışıq. Mən də hər zaman deyirdim ki, Emin Səfərov düzdür, yaxşı futbolçu ola bilər. Amma o keyfiyyəti onda ki, o keyfiyyət vardı, onu açmaq lazım idi. O daha çox yaradıcılıqla da bacarığı var, dağıdıcılıqla da bacarığı. Amma Fayda almaq lazım idi. Bəli. dağıdıcılıq fonunda elə bir dağıdıcılıq fonunu oynayırdı ki, demək olar ki, komandanı pis vəziyyətdə qoyurdu. Bəli, bəli. Dağıdıcılıq fonu tamamilə fərqli deyil, sən rəqibin hücumunun qarşısına alsan. Amma Emin Səfərov daha çox qırmızı vərəqə ilə artıq heç olmadı. O demək ki, kritiyə gətirib çatdırırdı. Amma indi görürsünüz ki, nə qədər qollar da vurur, komandanın xeyrinə şey eləyir. Oyun üslubunu dəyişib tamamilə daha keyfiyyətli oynamağa başlayıb. Demək ki, məşqçi onun potensialını açmağa başlayıb. Məşqçi onda demək ki, onun o istedadı nədədir, üstünlüyü nədədir onu aça bilib. İndi siz təsəvvür edin ki, Emin Mahmudovla onun tandemi görün necə alınır. O daha çox Möhtəşəm. daha çox bir balaca Eminin müdafiə fonunu sığortalayır. Bəli. Emin rahat yaradıcılıq fonuna keçir. Bəli, bəli. Bu baxımdan da demək Çox ki, önəmlidir. yəni önəmi daha çoxdur. İndi biz deyirik ki, Xaybullayev məsələn üçün yığmada versə, biz artıq Emin Səfərovu öz Azərbaycan futbolunun yetirməsini qazanmışıq. Bəli, bəli, Baş bəli. məşqçi, bu Neftçi baş məşqçi Verniduba, bəli. Və həmin ikinci oyunda 2-1 qalib gəldiyi oyunda Qarabağın uzun illərdir deyirəm ki, Qarabağ ikinci demək mərtəbədə zəifdir. Neftçinin vurduğu qollara baxın. İkisi də ikinci mərtəbə. Baş Standart komandanın. vəziyyətlər. İndi siz təsəvvür edin ki, həm Medina meydançadadır, həm Bədəvi Hüseyn meydançadadır. Bəli. Silva amma Neftçi 2 dənə qol vurur başına. Düzgün seçim Bəli. etməmə Yəni mövqeyində. hər bir rəqibin zəif nöqtəsi var. Bundan faydalanmaq lazım. Faydalı. Venedor da o zəif nöqtəni Qarabağda tutmuşdu. Yəni bu da böyük mütəxəssis olmağa. Bəli, yəni biz məşqçilərin işimiz, Bəli. biz məşqçi işimiz. O ben siz daha Biz fərqlisin. məşqçi Pəncərənizdən işi- daha fərqli Bəli, görsənir. rəqibin ən zəif nöqtəsini tutmaqdır. Hardan rəqibi cəzalandıra bilərsən?
Və Vernidub da bunu. Ümumiyyətlə Tərlan müəllim, Neftçi ilə bağlı elə söz düşmüşkən, mən Neftçi ilə bağlı bu mövsümkü dəyişikliyi xüsusilə belə deyək də o noyabrdan sonrakı periodda, yəni Vernidubun gəlişi ilə dəyişikliyi xüsusilə vurğulamaq istərdim. Xüsusilə Neftçi klubu rəhbərliyinin dəvət etdiyi, yəni ötən mövsüm təbii ki, o müəyyən izləmələrdə oldu. Təbii ki, bura adaptasiya olmaq baxımından klubun icraçı direktoru Cenk Sümer barəsində danışmaq istərdim. Cenk Sümerin həqiqətən işə ələ alandan sonra Vernidub təyinatı təbii ki, Samir Abbasova şans verdi, dedi, yerli mütəxəssisdir, bu camianı yaxşı bilir. Edilən transferlər, yəni keyfiyyətli oyunçular vardı. Amma indi Samir Abbasov da alınmadı. Vernidub seçimi və Vernidubdan sonra Neftçidə fikir verirsiniz, zədəli oyunçularla da bağlı problem artıq yoxdur. Yəni zədəlilər tez bir zamanda qayıdır. Əldə etdiyim xəbərə görə klub daxili həmin o həkim personalında da müəyyən dəyişikliklər edilib. Xüsusilə Türkiyədən dəvətlər gəlib. Fiziki hazırlıq üzrə mütəxəssis istiqamətində də müəyyən işlər görülüb ki, bugünkü gündə futbolçuların o həm zədə riski kifayət qədər aşağıdır, həm də zədəlilər tez bir zamanda qayıdır. Yəni bütün bunlar çox önəmli detallardır. Yəni bir klub idarə eləmək, yəni hər biri bir puzzle-dır. Yəni birləşəndə parça olurlar. Yəni barmaqlar birləşir, yumruq olurlar. Bu gün də o Neftçi, o bizə hazır Neftçi lazım. Bizə çempionluğu oynayan Neftçi lazımdır. Mən bu son vaxtlar TikTok platformasında da belə çox yayılır. Mənim bir fikrim var. 2 həftə, 3 həftə bundan əvvəl demişdim ki, çox iddialı bir fikir səsləndirmişəm ki, gələn mövsüm Neftçi çempionluğu oynayacaq. 90 illik yubiley. Müəyyən strategiyadan da biraz məlumatımız var. Bütün proseslər ora gedir. Bəli, bütün Neftçi fan pejlər hamısı paylaşmışdı xüsusi videolarla, musiqilərlə adla. Yəni mən Nostradamus deyiləm. Pardon deyim. Yəni sadəcə olaraq gördüyümüzü biz nəsə bir deyirik də. Məsələn, burada siz nədir? Bizim Azərbaycanda tənqid düzgün qəbul olunmur. Biz tənqid eləmirik. Biz demirik ki, iş bacarıqsızdır, bacarmırlar. Söhbət deyil. Söhbət Tənqid eləyirik. sadəcə olaraq Gördüyümüzü deyirik. kənardan görünən problem ki var. Məsələn, bir oyunda məsələn baxsan ki, bu komanda bunu düzgün eləmədi. İndi mən jurnalist işinə qarışmıram ki, niyə siz sualı belə verirsiniz? Bəli. Jurnalist bilir ki, ona hansı sual lazımdır. Və yaxud da biz hansısa bir sahənin işçisinə demirik ki, sən bu sahədə nə edirsən? Biz sadəcə gördüyümüzü deyirik. Çoxları qəbul eləmək istəmir. Biz illərlə artıq mən deyirəm ki, nə olur olsun Azərbaycan futbolunda Neftçi qayıdışı olmasa, ikinci bir də Kəpəz. Bəli. Yəni bu iki komanda yüksək yerdə uğruna mübarizə aparmasa, biz Maraq Azərbaycan olmayacaq. futbolunda hələ biz elə əcnəbilərlə hansısa bir nəticə olunacaq, bitəcək. Yəni siz baxın Gürcüstan, onlar nə edir? İndi artıq Kvarçıx ilə balaca 16 yaşda olur artıq Bavariya ilə müqayisə. Bəli. Hələ bir neçə futbolçular da gedir. Yəni qapı açdı da o. Bəli, indi siz Özbəkistana baxın, dünya çempionatı final mərhələsindədir. Gör nə oyunçular gedəcək oradan, hələ indi biləcək, görəcək. Nələr var da, indi futbolu necə inkişaf eləsin. Siz sonuncu dəfə getmişdiniz Bəli, Özbəkistana getdik, deyəsən, orada akademiyalarda da olmuşdunuz səhv eləmirəmsə. Siz görülən işə baxanda Deyirsən ki, ona görə burdadılar da bunlar. yəni bir meydançanın oyun meydançasının demək arxasında 11 dənə məşq meydançası var və bir akademiya, Bunyadxorun bütün akademiyası həmin meydançada məşq edirlər. Ən yaralı yerimizdir bizim. Ən Yəni yaralı Bunyadxor yerimiz. stadionun əsas meydançanın ətrafı 11 meydança var, təsəvvür eləyin. Və hamısı da yaşıl meydançadır. Təbii örtüklü. Və təbii örtü. Yaşıl təbii örtüydü. Və işə də baxsan ki, gəlirlər məşqçilər və sizə deyim ki, klubun rəhbərliyi, akademiyanın idman direktoru və yaxud da menecerləri məşqçilərin işini daha çox izləyə bilirlər. Futbolçuların işini yanaşı. Yəni o da mükəmməl bir iş görülür. Və necə işi görmək prosesində artıq ona görə də biz sadəcə olaraq həsədlə baxırıq. Niyə bizim Neftçi komandasının illərlə dünya bəxş elədiyi futbolçular var. Avropa dünya çempionları var, dünya səs salan Barışevskisi var məsələn. Niyə biz artıq Azərbaycanda yetişdirə bilmirik futbolçu? Niyə biz İskəndər Zavadovu yetişdirə bilmədik? Niyə Vəli Qasımovu yetişdirə bilmədik? Niyə Yunus Nazim Süleymanov, halbuki Tərlan Əhmədov. İndi Tərlan Əhmədov olsun, nə bilim Mahmud Qurbanov olsun, professor ləqəbli. Bəli.
Yunis kimi sol ayağa biz Vidadiriz, aynen. yetişdirəmədik. Vidadi kimi hansı ki Qafqazın Maradonası deyirlər, Çox Samsun möhkəm, mükəmməl Yəni oyuncu. biz niyə yetişdirə bilmirik? Artıq biz daha çox əcnəbini gətiririk. 17, 18, 19 yaşında akademiyalara çıxırıq əcnəbi futbolçular. Elə o əcnəbi futbolçular demişkən, elə çox yaxşı istiqamət verirsiniz. Mən də bir təşəkkürümü bildirirəm sizə. Bu aşağı yaş qruplardan ibarət yığmalarımızla bağlı müəyyən təyinatlar oldu və 20 yaşlardan ibarət yığmamıza əcnəbi mütəxəssis gəldi. Tərlan Əhmədov bu təyinatı necə düşünür? Yəni necə dəyərləndirir, nə baxımdan? Yəni dünya çempionatı gəlib, bir də bu dünya çempionatını yola verək düşüncəsi mi var, yoxsa nəsə bir strategiyanın məhsulu kimi dəyərləndirə bilərik? Yəni bunu necə görürsüz? Siz indi də nəsə demək çətindir. Yalnızda da Santos gətirilən Portuqaliyada. Dedi Avropa çempionatına gedəcək. Biz onda gülmüşdük. Nə oldu? Hər birimiz gülmüşdük. Santos getdi Portuqaliyalı. Nə qədər pul apardı? Yeri 5 milyon. İndi o heç mən o şeylərə heç detallara girmirəm, heç mənim üçün ki İmzalamazdınız, aparmazdınız. İmzalamazdınız, adam haqq aparmazdınız. eləyib ona deyilən belə. Bəli, bəli, vəssalam. Sadəcə olaraq nədir? Portuqaliyaya gəldi, əsas milliyə getdi, yerli mütəxəssis gətirildi. Daha keyfiyyətli oyun nümayiş etdirməyə başladı. Demirəm biz dünya çempionatının final mərhələsində və yaxud da Avropa çempionatı yox, sadəcə olaraq daha istəkli biz motivasiyalı, milli ruhda bir komanda gördük. Ayxan Abbasovun Bəli, bəli. baş məşqçiliyi rolunda. İndi 21-20 yaşlılara Portuqaliyaya gətiriblər. O da uğursuz olandan sonra yenə bir Azərbaycanın məşqçiyə gələcək. Əsasda Portuqaliyaya gəlir. Mən Vaqif Cavadovu görürəm orada. Hansı ki, onun köməkçisi də hal-hazırda. Vaqif Cavadov gəlsə, mən tam əminliklə söyləyirəm. Valla həm media olaraq hər birimiz dəstəkləyərik. Yəni ki, yerli mütəxəssisdir, gənc mütəxəssis Sumqayıtda iş Premyer Liqada gördükdə nəsə bacarığı var. Yəni məşqçilik gördük, məşqçiliyini gördük. Yəni onda heç birimiz heç nə deməzdik. Deyərdik ki, Vaqif də öyrənməlidir, işləməlidir. Bizim mütəxəssislər işləməlidir də. İndi ola bilər ki, o gələn Jorge, səhv eləmirəmsə Jorge'dir. Onun da ola bilər ki, nəsə mütəxəssis olub. Bəli, bəli. Bu dəqiqə çalışdırdığı yığmada da görmüşük aşağı yaş qruplarından. Amma harda çalışır? Harda çalışır? Bəli, hazır yəni bu gün futbolçu. reallıq budur ki, Azərbaycanda futbolçu qıtlığı həddindən çoxdur. Sizin təsəvvür 17 yaşlarımız, 16 yaşlarımız, 16-17 yaşlarımız. Qazaxstanda bilmirəm, səfər deyirlər. Rusiya yığmasına 5-0 uzurlar, məğlub olublar. Sonra Qazaxlarla heç elədilər, penallaşdırmada udurdular. Rusiya futbolu son 4-5 ildə, yəni Avropa meydanında yoxdur. Necə olur bizimkilərə 5 dənə var, 5-0 qalib gəlirlər? Necə olur? Necə olur da? Yəni mən bunu sualı verirəm ki, qardaş, axı biz yetişdirmirik. Bizim mən illərlə deyirəm, mənə deyirlər ki, Tərlan müəllim, siz danışdıqca sizə iş verilmir. Mən demirəm ki, mənə iş verir. Mən heç kimə buna indi eləsəmsə, yadınızdadır biz yaxınlarda konfransda da Hə, onu deyəcəydim, konfransda, hə. Fikrimi çatdırım, Ona sualınızı toxunurdu. verərsiniz. Yəni mən heç vaxt heç kimə qeyd deməmişəm ki, məni tapşırın, mənə iş versinlər. Əgər futbol mütəxəssisi tapşırıqla işə gələcəmsə, o iş mənə lazım deyil. Əgər futbolu sevən varsa, mənim işimi görürlər, gətirsinlər. Məsələn, niyə mən illərlə də deyirəm ki, akademiyalarda düzgün iş getmir. Nə yükləmələr düzdür, nə məşqlər düzdür, nə istiqamət düzdür. Heç vitamin yoxdur. Vitamini də qoyuram ki, hələ onu qoyuram ki, mən ona əvvəl Premyer Liqada Kəpəzdə demişdim, mənə indiyənə kimi deyirlər ki, Tərlan, siz niyə klubun bütün problemi başa sala bilmirsən ki, kluba deyirsən, klub icra eləmir, mətbuata deyirsən ki, bəlkə dəstək ola Azərbaycan futbolu qazana. Tərlan Əhmədova, Tərlan Əhmədova olsa komandanı, üzr istəyirəm, məşqçilər korpusu saxladıq Premyer Liqada. Nə oldu? İllərlə də 4 ildir. Komanda Premyer Liqada qalmağı oynayır. Güc bala ilə. Kimə lazımdır o futbol? Gəncə kimi böyük bir şəhərin, ikinci bir şəhərin. Yaxşı oyunçular yetişib o akademiyada. Tarixi bir komanda. Azərbaycanda 2 tarixi böyük olan bir komanda var. Neftçi və Kəpəz. Bəli. Yəni hər ikisi Sovetlər Birliyində Premyer Liqada oynayıblar bu şey, deyək ki, güclülər dəstəsində və oradan çıxan futbolçuların keçmişinə baxın, görün kimlər oynayıb. Orada işləyən məşqçiləri hələ analiz edin, görün hansı məşqçilər işləyib. Bu iki tarixi komandanın biri görün hansı acınacaqlı vəziyyəti yaşayır. İllərlə də Premyer Liqa. Tərlan getdi, yenə də məşqçilər gəldi, dəyişdi. Dəyişməyən strateji oldu. Dəyişməyən yanaşma oldu. Həmin şeydə bütün akademiyalarda düzgün iş getmir. Dəfələrlə məşqçilər olub ki, məşqçilərlə mübahisə eləmişəm. 8, 9, 10 yaşında uşaqlara yanaşmağını görmüşəm. Qəbul eləməmişəm, yaxınlaşıb biraz tənqid eləmişəm ki, olmaz belə bir şey. Körpə uşaqlarına yanaşmaq. Yəni dəyişməyənə qədər
Xorçedir, Jorgedir, Santos'udur, Mourinho'dur. Mourinho'su Azərbaycanda bizdə dövlət çətindir. Biz indi yenə Çətin gedib olacaq, bəli. 20 yaşlılar üçün biz kənarda futbolçu axtaracaq. Tapa bilmirik, indi yoxdur. Oyunçu yoxdur. Məsələ burasındadır ki, Oyuncu niyə yoxdur. biz 34 ilimizi itirdik? 92-ci ildən 2026-cı ildə 34 il itirdik. 3 nəsil demək olar ona. Bəli, 3 nəsil belə ümumi götürəndə 3 3 nəsil. nəsil ilik. Mən keçən dəfə verilişlərdən birində demişdim ki, yəni yaş dövrlərindən keçiddə 90% itki olur ya müəllim. 17, 18, 18, 19. Mən onu dedim. Yəni bu böyük problemdir. Bu problemi həll eləmək Siz lazımdır. təsəvvür eləyin ki, əsas komandaya çağırmışam 19 yaşlı bir komandaya futbolçu. Siz təsəvvür eləyin ki, artıq 19 yaşında, 19 yaşın içində. Siz təsəvvür 16 yaşında futbolçu Arsenalda Çempionlar Liqasında debüt eləyir. Bəli. Və özünüz bilirsiniz, iki futbolçu hələ Çempionlar Liqasının təsnifat mərhələsində hələ nələr eləyirdi. 2-dən 16 yaşında futbolçu. Bunlar biz deyək ki 17 yaşın içindədir. 16 yaşdan 17 yaşa keçiblər. Biz 19 yaşlı futbolçunu çağırırıq. Premyer Liqada oynamaq üçün futbolçunun gücü yoxdur. Onun fiziki durumu, taktiki düşüncəsi, funksional hazırlığı sıfırdır. Yaxşı, sual doğurur ki, akademiyalarda məşqçilər nə işlə məşğul idi? Siz təsəvvür edin, nə qədər akademiyalar var ki, əcnəbi mütəxəssis gətiriblər, rəhbər qrup təyin ediblər, heç bir şeyə nail olmamışam. Mən illərlə deyirəm ki, qardaş, onlara verilən əmək vacibin, deyək ki, bir aylığın öz Azərbaycanın mütəxəssis futbolçunuzu qoyun oraya, deyək ki, Tərlan Əhmədov qoydunuz və yaxud da Elçin müəllimi gətirdiniz, qoydunuz hansısa bir klubun idman direktoru, akademiya və göndərirsə onu bir aylıq deyək ki, gedir Barcelonada və yaxud da Ajaxda akademiyada necə iş gedir? Beşiktaşa göndərin, Qalatasaraya göndərin. Bir ay orada olur, bütün iş prosesi necə yanaşmadır, təhsil, nə bilim, həkim prosesi, necə uşaqlarla azarşır, aşağıdan tutmuş yuxarı hansı proseslərlə gedir, necə gedir, yükləmələr nədir və o gəlir burada, artıq o tendensiya, o prosesi həyata keçirməyə başlayır. Biz isə əcnəbini gətiririk, onu da özümüzünki kimi artıq futbolumuza yanaşdırırıq. Ya sən də biz dediyimizi eləyəcəksən. Və ona görə də biz futbolçu yetişdirə bilmirik. Biz ona görə də kənarda axtarırıq. Kənarda da artıq o futbolçular hansı ki kənarda oynayırlar, onlar Azərbaycana gəlmək istəmir. Çünki futbolumuzun düşdüyü bir prosesə baxırlar, deyirlər ki, biz gedəcəyik ora, sonra buradakı həyatımız, karyeramızı itirəcəyik. Burada qazandığımız pulu itirəcəyik. Bəli, ona görə də sual doğurur. Bu qədər akademiya, 11-12 klubun akademiyası. Mən hələ əlavə akademiyaları qoyuram. 12 klubun akademiyasına nə qədər biz bu il futbolçu qəbul elədik? Heç bir. Yoxdur ya, heç kim axtarmasın. Heç kim axtarmasın, heç kim də düşünməsin ki, akademiyada yetişən futbolçu var, bu gün hansını gətirib biz 21 yaşlılarda və yaxud da əsaslı yox. Siz təsəvvür edin ki, sentyabrda oyunlarımız başlayır. Millətlər Liqası, bəli. Siz təsəvvür edin, bu il Azərbaycan Premyer Liqasına baxın, son neçə oyunda Premyer Liqada oynayan futbolçuların heç biri, demək olar ki, bir ikisi, iki komanda oynayırdı. Həmin komandaların içində bir dənə liqənin yerli futbolçu vardı. O da gətirilmiş, milliləşdirilmiş futbolçu. Siz təsəvvür edin, 22 futbolçunun içində yığma komandanın səviyyəsində olan futbolçu da milliləşdirilmiş futbolçu. Heç bir akademiyadan orada olan yerli futbolçular artıq yoxdur. Yəni bunlar sual doğurur. Bizim akademiyada onda nəyə lazımdır? Kimə lazımdır? Vəsait ayrılır dövlət tərəfindən ki, akademiya futbolçular yetişdirilsin. Və yaxşı, bu futbolçular hardandır? Baxırsan ki, hamısı məşqlər edilir, oyunlar keçirilir, amma çempionatlar keçirilir. Amma nəticə yox. Nəticə yetişdiriləcək futbolçular. Mən bir klubda işləyəndə, klub adı çəkə bilmirəm, sonra bir söhbətdə olur. Bir klubda işlədim, dedim ki, belə bir proqram hazırladım. Və o proqramı dedim ki, akademiyada işləyən məşqçilər, hər bir məşqçiyi yuxarı yaş qrupuna verəcəyi futbolçu, 2 yaxşı futbolçu verəcəksən, mütəxəssislər oturur, idman direktoru, baş məşqçi. Ona əlavə əmək haqqına mükafatlar verilir. Əsas komandaya deyək ki, əvəzedicidən 3 dənə futbolçu gəlirsə, əvəzedicinin baş məşqçisinə şey edir. Və məşqçilər dəyişməlidir. Yəni öz yaş qrupu ilə gedir, sonra dəyişir, yenə aşağıdan bura gəlir. Yəni bizdə nətərdir? Elçin müəllim deyək ki, 15 yaşlarda işləyir. 16-da Tərlan Əhmədovdur məsələn. Elçin müəllim 15-lərlə qutarır, 16-ya keçməlidir. Verir Tərlan müəllimə, Tərlan müəllim heç birini qəbul eləmir. Bəli. Bax, problem nədir? Çünki bizim
klublarda, nədir, Akademiyalar. akademiyalarda yanaşma düzgün deyil. Məşqçi öz komandası ilə axıra qədər getməlidir, dövrəyə başlamalıdır. Əvəzedici heyətdən başqa. Onda nəyəsə nail olmaq olur. Yoxsa elə mən gətirirəm, mən verirəm Elçin müəllimə, Elçin müəllim deyir ki, yox, mən Bu burdan sistemlə oynadıb belə ora gəlir o uşaq çaşbaş qalır, orada da ki, fərqli oyun hələ qəbul anlayışı. eləsəm, Eləsəsən. o heyəti qəbul eləmək söhbəti var. Başqa yerlərdən oyunçu Bəli, axtarırsan. bax O bu klubdan biz ha bir oyunçu indi var, siz onu təsəvvür edin ki, gətirin. mən illərlə deyirəm ki, hər bir klubun özünün akademiyasını yetirməsi olmalıdır. 23 yaşa qədər və bu heç bir yerə satılmamalıdır. Əgər satılarsa, kompensasiya ödənilməlidir. Yəni bu yetişdirmədir. Artıq FIFA yeni sezondan tələb qoydu. Çempionat oyununda hər bir klubun heyətində 21 yaşlı öz akademiyasının futbolçusu. Azərbaycanda kim eləyəcək? Kimdə var futbolçu? Bir baxırsan Neftçidəndir, Qardaş, Murad. Elçin müəllim, məsələ burasındadır ki, kimin pulu çox idi, harda O yetişdirirdim, Azalda yetişdirdim, oğurladılar. Keşlədə yetişdirir. Keşlədə yetişdirdim, oğurladılar. Yəni pul üzr istəyirəm, oğurlama məsələsində biraz bizim Yo, yəni transfer yəni elədilər də, yəni. Apardılar. gücü çatdı, böyük məbləğ maaş, əmək haqqı tələb şey elədilər. Bəli, Və o apardılar. futbolçu da artıq deyəm ki, imkanlı balası deyil. O deyək ki, yaxın istəmirəm, mən burada qalıb hələ yetişə. Dəfələrlə dedim ki, yetişməmisiniz, hələ o səviyyəyə gəlib çatmamışsınız, pulu aldanmayın. Getdilər, heç biri də yoxdur artıq. Həm klub onları, o alan klub, əmək haqqı deyən böyük, onlar da onları məhv elədi. Futbolçu özləri də özlərini məhv elədi. Yəni, amma klub öz akademiyasını yetişdirsəydi, heç vaxt onu itirməyəcəkdi. Çünki ona sərf olunan zaman, ona sərf olunan maddiyatı klub çalışacaq itirməsin, boşa hədər getməsin. Bəli. Amma kənardan almaq asandır. Tamamilə Amma düzdür. yəni bu nöqteyi nəzərdən artıq biz bütün sistemi dəyişməliyik. Bir də elə sistem dediniz, o milli komandadan toxunduğum müxtəlif yaş kateqoriyalarından həqiqətən tərləməm. Bu istiqamətdə saatlarca danışmaq olar. Yəni bununla bağlı məncə bir konfrans təşkil edilməlidir. Müxtəlif məşqçilər, futbol mütəxəssisləri, hətta jurnalistlər belə öz çıxışları ilə müəyyən fikir mübadiləsi aparmalıdırlar, fikirlər bildirməlidirlər, ümumi bir qərar qəbul edilməlidir. Məncə bu böyük problemdir. Ölkəmizin futbolumuz adına çox ciddi problemdir. Akademiyanın yoxluğu, yox vəziyyətində olmağı, aşağı yaş qruplarından ibarət yığmalarımız nə gündədir? Yaşlardan keçidlərdə itkilərin 80-90% olmağı, futbol əzdə istedadı olan futbolçu 18 yaşından sonra əskəri məsələsi gəlir. Bəli. O çox ciddi belə Problem deyək, yaşadır. problem yaşadır. Müəyyən nə bilim, saysız hesabsız problemlər çox olur. Məncə ən böyük belə problemlərin də məsələn başında gələn məsələlərdən də biri odur. Bu arada sizi bu sonuncu dəfə hesabat seçki konfransında AFFA-nın AFFA rəhbərliyindən bir nəfərlə geniş belə ayaqüstə belə uzun müzakirə apardığınızı və söhbət etdiyinizi görüblər və orada da bütün mətbuatda yazıb ki, artıq Tərlan Əhmədov iş tapır. İşə təyin ediləcək, işə göndəriləcək. Bu nə məsələdir, ay Tərlan müəllim? Valla bir dəfə siz at çəkəndə biraz pis olur. Deyirlər ki, Tərlan Əhmədov at çəkir. Heç kim xəbər. Bir dəfə bizim cənab nazir, Gənclər və İdman naziri Fərdi müəllimlə görüşümüz oldu. Şəkil çəkildi və onu sosial şəbəkədə paylaşıldı. Mətbuatda birinə sizin Bəli. kollegalarınızdan biri yazdı ki, Tərlan Əhmədov nazirə yalvarır ki, Tərlanı işlə təmin etdirsin, tapşırsın, nə belələ. Sonra çox yaxın bir dostumuz var bizim Bəli. illərlə. Bizim Kickboks Federasiyasının fəxri prezidenti. Yəni biz bir yerdə oxumuşuq. Gözəl qardaşım Adil müəllimlə bir yerdə Bəli, müşahidə çıxdı bir neçə yerdə. Dedilər Tərlan müəllim artıq Adil müəllimə də yalvarır ki, onu tapşırsın belə. Yəni amma artıq 3 ildir mən işsizəm. 3 ildir. Artıq may ayının 30-unda mənim 3 ilim tamam olacaq ki, işsizlikdir. Və sonuncu konfransda da İcra Komitəsinin bu konfransda Balakişi Qasımovla görüşdüm. İctimai televizyon. Yəni bilirəm sizə. Balakişi müəllim də salamlayırıq buradan bu arada. Salam, aleykümsalam, hamısınız bizə salamlayaq. Balakişi Qasımovla görüşdük. Yəni biz futbol adamlarıyıq. Biz düşmən deyilik, bir-birimizə qarşı bir hansısa bir deyim ki, tərbiyəsizliyimiz yox və hansısa bir deyim ki, bir-birimizin işinə qarşı hansısa bir tənqidi yanaşmamız yox. Balakişi müəllimin öz işi var, öz yanaşması var, öz fəlsəfəsi var, o öz baxışı var, mənim tamamilə. Sadəcə olaraq orada bir məsələ vardı. Yəni futbola Tərlana gəlib gəlməyəcək məsələsi deyildi. Mən 2003-2004-cü illərdə
Ukraynada oynadığım dövrdə, yəni son demək olar ki, hardasa 3 ay idi ki, o demək komandada tək qalırdım. Yəni Kamal topuğu sınmışdı Quliyevin. O Bakıda müalicə da onun demək olar ki, sezonu bitirmişdi. Bəli, bəli. Fərrux İsmailov qəzadan sonra bir bazı uzun müddət tender içərisində onu da demək olar ki, sezonu bitirmişdi. Hələ Samir Əliyev də qış fasiləsindən sonra artıq Kalmıkiyaya getmişdi. Elista klubuna keçmişdi qışdan sonra. Mən də tək qalmışdım şeydə. Elə oldu bir gün məşq elədik. Bizim orada komandanın Bəli. kafesi vardı. Yəni biz orada günorta axşam yeməklərini yeyirdik. Məşqdən sonra gəldim, günorta məsələn, demək nahar elədən sonra getdik evə, dincəldim. Axşam şam yeməyinə gəldim. Mənə dedilər ki, bir nəfər gəlmişdi bura Azərbaycanına. Səni axtarırdı. Oturdu bir saat zat, sonra çıxdılar getdilər. Balaca boy belə kök oldum. Çox belə təəccüblü qaldım. Görən kim imiş? Necə kim idi, kim gələ, məni gözləyə burada. Amma Yəni həmin gedə. dövrdə də telefon vardı. Yəni Bəli, mən bəli. dedim ki, kafedə işte, niyə əcəb yəni telefona zəng edir? Bizə də demədi. Dedik bəlkə nəsəsə idi, qorxduq zəng eləməyə. Ya da o da bizə demədi ki, zəng edir. Həmin orada elə salamlaşdıq, görüşdük bütün oradakı insanlar. Biz yenə deyirəm, düşmən deyilik. Veteran futbolçular hamımız bir-birinə Bəli, bəli. görüşdük. Oradakı federasiya işçiləri ilə də görüşümüz oldu. Mən məsələn Sərxan Hacı ilə dayanıb nə qədər söhbət eləmişəm orada. Yəni bunların şeydə Elşad müəllimlə söhbət eləmişik. Vitse-prezidentlə Nəsirovla. Yəni Bəli. bunların heç birinin Tərlanın işə gəlməyinə adiyyəti yoxdur. Və orada söhbət edib Balaşı müəllim dedi Tərlan bir dəqiqə olar. Dedim mən buyur. Dedi ki, o vaxt yadındadır Valında, Luskda səni dedi. Dedim mən o vaxtda mən indiyənə kimi axtarıram ki, bu adam kim olur? Sən demə Balaşı müəllim. Arkadaşlar siz də demə Balaşı müəllim ki, onlar demək gəliblər Kiyev, Kiyevdən gediblər Xarkov, Xarkovdan Lvov, Lvovdan da deyib ki, burada bizim futbolçumuz var. Gedə bir onunla görüşək. Lvovla demək Luskun arası 120 kilometrdir. Deyə biz eləncə bir şeydə gəzinti idi. Deyə gəldim, görüşdüm, gözlədim ta vaxtımız az idi. Dedim, valla mən də gəldim, mənə axşam belə bir söz elə. Və bunu orada kimsə indi görüb bizim söhbətimizi deyiblər, yazıblar ki, Tərlan Əhmədov bala kişi qalsa ona iş istəyir. Lap tutalıb Tərlan Əhmədov iş istəyib. Normal haldır. Yəni burada AFF rəhbərliyindən qardaş, burada normal tutalım, amma haldır. yenə deyirəm Elçin müəllim, mən hələ indiyənə kimi heç kimə valla gəl deməmişəm ki, mənə tapşırın, mənə iş versin. Yəni bu düzgün yanaşma deyil. Peşəkar futbolçun biz əgər futbolun inkişafını istəyiriksə, bu deyil. Nə olur olsun hər bir məşqçi öz və yaxud da mən futbolçu olmuşam və məşqçi kimdə karyeramda uğurlarım var. Mən öz çəkimi saxlayıram, öz adımı üstün tuturam. Olacaq, olmayacaq artıq futbolun inkişaf edənlər bilsin. Mən onu durub onlara deyəsi deyirəm. Balaçı Qasımov nə düşmənim deyil, nə də mən onu düşmən Əlbəttə. deyirəm. Hər bir insanla görüşüb söhbət eləmək, amma sadəcə olaraq bu gün mətbuatda o qədər yanlışlıqlar gedir ki, istər-istəməz hərdən insan çıxır ki, niyə biz bu qədər səviyyədə biz mətbuatımızı ucuzlaşdırmışıq? Müəyyən indi də ümumiyyətlə sosial şəbəkələrdə daha fərqli səhifələr də çıxıb, o səhifələr paylaşırlar. Bir çoxları da deyir mətbuat. Bəzən elə çoxunu səhifələr paylaşır. Heç mətbuatda, saytlarda Yox, nə bilim, əlbəttə ki, yəni indi istər-istəməz həmin o yazıların bəzilərdə saytın blogerlər deyirlər də ona çox. saytın özünün sosial şəbəkəsində getmişdi. Hə, Yəni hə, mən də bildim, oxudum, başa bəli, düşdüm. mən də oxudum, özüm təcrübə elədim ki, yəni bu qədər olmaz da. Yəni bir insanı Tərlan Əhmədov niyə gedib kiməsə deməli ki, mən Tərlan Əhmədovun işi göz qabağındadır. Deyirlər Tərlan Əhmədovun xarakteri pisdir. Üzr istəyirəm Elçin müəllim. Yəni mənə adam o dilimə gətirməyə utanıram. Yəni mənə ərə gələcək kimlərsə varsa, ailə quranda bir insanın xarakterini seçəcək. Yəni mənim işim göz qabağımdadırsa, nə oldu? Tərlan Əhmədov Kəpəzdə futbolçunu sezon ortasına çıxaranda Tərlan Əhmədov pis olur. İndi də çıxarırlar da. İndi də çıxarırlar Premyer Liqa, Çempionat Liqa ortasında. Niyə Tərlan Əhmədov pis olur ki, Tərlan Əhmədov işini bacarmır? Tərlan Əhmədov xarakteri pis olur. Tərlan Əhmədov futbolçu çıxarır, Tərlan xarakteri pisdir. Tərlan Əhmədov yumşaq olanda deyirlər ki, Tərlan Əhmədov bacarmır. Yəni bu gün bizim yanaşmamız bir məşqçini, bir insanı vurmaq çox asandır. Üzr istəyirəm, demək vaxtımız varsa. Əlbəttə, buyurun, buyurun. Demək Şərq ölkələrinin birində Elçin müəllim bir nəfər bulaq açır şəhərin özündə. Deyir ki, insanlar bu bulaqdan rahat istifadə eləsinlər. İsti ölkədir, cəmaət əzab-əziyyət çəkir. Yəni bir fəsildir də. Amma üstünə yazır ki, hamıya halaldır, müsəlmanlara haramdır. Bu məmləkətdə aləm dəyəri bir-birinə. Hamı düşür ki, bu niyə belə yazıb, bu nədir? Söhbət o qədər işləyir ki, bütün məmləkəti götürür. Və gedir şaha çatır söhbət. Şah deyir ki,
Necə yəni mənim məmləkətimdə bir adam belə bir şey eləsin, müsəlmanları Təhqir edən. təhqir eləsin, aşılasın. Deyir onu çağırır mənim hüzuruma gəlsin, görüm nə məsələdir. Bunu çağırırlar, gətirirlər şahın sarayına. Şah deyir ki, bu nə məsələdir? Mənim məmləkətimdə sən belə bir şey eləyirsən, xeyriyyətçi iş görürsən, amma müsəlmanları təhqir edirsən. Deyir şah sağ olsun, mənim haqqımda hələ qərar verməyin. Mən bir 3 dənə şey sizdən xahiş eləyəcəm. Ondan sonra qərarınızı verərsiniz. Deyir ki, buyur. Deyir xahiş edirəm, xristianların rahibini tutun, tutturun onu. Deyir, yaxşı. Əmr verib tuturlar. Bütün xristianlar qalxır ayağa ki, o gözəl insan idi, o bizə elm öyrədir, insanlara yaxşılıq eləyir, filan bəsməkan. Bu nəsə bir günah işləmişsə biz onun cəriməsini ödəyək, bunu buraxın. Cəriməsini ödəyirlər, buraxırlar. Deyir, indi sizdən xahiş edirəm. Yəhudilərin ravinini tutturun. Bunlar yenə tuttururlar, yenə aləmdə bütün yəhudilər qalxır ki, o bizim cavan nəsli düzgün yola çəkir, insanlara yardım eləyir, elm öyrədir, savad öyrədir, düzgün yaşamaq öyrədir. Biz ondan pislik görməmişik. Xahiş edirik ki, onun əgər nəsə bir şey varsa cəriməsini. Bunun da cəriməsini ödəyir. Deyir indi şah sağ olsun. Müsəlmanların imamını tuturlar da. Müsəlmanların imamını tuturlar. Bəli, bəli qardaş Elçin müəllim, aləm dəyər. Başlayırlar. Bu şərəfsiz olub. Bu bizi illərlə alladıb. Bu bizim arxamızda işlər çör. Biz bunu tanımamışıq. Gör bu nə qədər üzr istəyirəm, şərəfsiz olub ki, bu bizi bunu şey deyib. Deyir indi şah sağ olsun gördünüz. Bax, bir insanın haqqında illərlə onlara imamlıq eləmiş, düz yola çəkmiş, onları haqqı demiş bir insanı görün necə ləkələdilər. Bugün biz həmin o prosesi yaşayırıq. Elçin müəllim, vallahi billah olmayan şeylər bir insanı Tərlanın xarakteri pisdir. Tərlanın xarakteri nə edirsiniz ki? Yaxşı, yenə sual verirəm. Bunu dəfələrlə demişəm, artıq yorulmuşam necə. Yaxşı, mən onda xarakterini bilsəm, mən 3-cü yeri Neftçidə, Keşdədə necə tutdum? Kəbezdə necə saxladınız? Kəbəzi 4 tur qalmış, 5 tur qalmış, mən necə saxladım? Ha? Tərlan Əhmədov pul yığırdı. Tərlan Əhmədov 2015-ci ildən bəri Azalda satdığım maşının 17.500 dolları getdi futbolçulara. Mən odur budur 11 ildir mən maşın ala bilmirəm. Mənim işlədiyim klublarda əmək haqqım o qədər azalır ki, mənə deyiblər ki, sadəcə olaraq komandanı düzəlt görə, yaxşı olsa biz sənə əmək haqqıdır. Sonra da mən saxlayırlar, komandanı saxlayırsa sonra sizi yola salırlar. 3-cü yerə çıxartdım, sonra çıxartdılar adma ləkə. Yəni bugün yanaşmamız çox pisdir. Həddindən artıq pisdir. Deməm Voronejdə oynayırdıq Qurban Qurbanovla. Aha. Elə oldu Moskvaya getdim, Spartak Moskva ilə oynadım. Moskvada Spartak Moskva ilə oynadıq, oyunun ən yaxşısı seçildim. Düzdür, 2-0 məğlub olduq, amma orada belədir ki, hər komandadan mətbuat olar, səs verməklə Oyunçunu seçirlər. oyunun Simvolik. hər komandanın ən yaxşısını Aha, seçirlər. bəli. Mən də elə bir ki, həmin oyunda ən yaxşılardan biri seçilmişəm, komanda Voronej. Nəysə, yaxın yoldaş vardı bizim əyalətdən. Orada o vaxtki bizim biznesmenlərdən birinin bazarında işləyirdilər. Bir neçə mağazini vardı. Bütün qohum-əqrəbəsini, qonum-qonşusunu yığıb aparıb özü ilə. Elə oldu ki, bir gəldi mənə dedi ki, oyundan sonra Tərlan, qalcıyla bir gecə, qalcıyla sabah Voronej buradan 500 kilometrdə, demək, qatarda gedir, biz sən yola salarıq gedərsən. Maşınlar da gedir. Dedim, problem deyil. Bir gecə qalmaq. Gəldim, məsələn, icazə aldım, getdik bunlarla. Getdik həmin bazara, o bizim iş adamının bazarına, gəzdik bunların mağazinlərinə baxdım, bu necə işləyirlər, nədir, nə qayrılar. Biraz oturdum futbolda, dedim, salla, bəsdən az futboldan mən sual verim, çünki yorulub futbol adam. Nəysə, biraz orada, axşam gəldik bunlara evlə, yoldaşı qəşəng bir stol atıb, stolda oturduq. Bir indi qonum-qonşuya gəlir. Binanın demək olar ki, bir 4 mərtəbəsi, bu bütün qohum-əqrəbə, dostlar, qonum-qonşu hamısı alıblar, icarəyə götürüblər. Demək, hamısı da bazarda işləyirlər. Nə başladım, oturub söhbət edirik. Birdən gördüm ki, yanında sağ tərəfində bir dənə balaca uşaq var. Balaca uşaq var, 5, belə olar da bir, belə yumru sifat bir uşaqdır. O qədər şirin uşaqdır. Dedim, ay maşallah, nə qəşəng uşaqdır. Allah saxlasın. Sol tərəfində oturan biri, indiyənə kimi o elə bir ki, o həyatı yaşamış kimi, elə bir gözümü, o ekrandan getmirdi. Mən hər dəfə oturub fikirləşəm ki, yəni insan bu qədər şey eləyə bilməzdi, haqsızlıq eləyə bilməz həyata qarşı, özünə qarşı. Gördüm, dərindən bir ah çəkdi. Dedim, qardaş, ahın dağlara. Elə biz bütün dünyanın malını yemişik, sənə heç nə çatmayıb. Dedi, yox, qardaş, Tərlan, o mənim evladımdır. Dedim, Allah saxlasın, maşallah, çox şirin uşaqdır. Belə bir başından öpdüm ki, uşaq da keçərli. Dedi, Tərlan müəllim, 12 ildən sonra Allah Teala mənə bir evlad uşağı verib, oğlan uşağı. 5 yaşı var, şəkər xəstəsidir. Dedi ki, o qədər
piştaxta arxasında yalandan balamın canı and içdim. Allah mənə bir evlad verib, o da bu xəstəliyə tutulub. Mən də çevirdim qayıtdım. Mənim də dilim biraz şeydi axı. Mən üzə söz Sizin- dedim ki, indi sonrası özünə qoyulmusan. Qayıtdı ki, başını saldı aşağı. Dedim, mən sən nankör, nə qədər nankör insansan. Bir evlad bu qədər haqsızlıq eləmisən, bu qədər yalana and içmisən. Allah sənə bu cür xəstə evlad vermə, amma Xəstə xəstə vermir. heç olmasa özü düzəltkin ki, ikincisini sənə Sağlam versin, bəli. Və yaxud da bu uşağın o xəstəliyini biraz da yüngülləşdirsin ki, gələcəyi normal olsun. Ay somsa dedim onu düzəlt də özü düzəlt. Bu gün bizim insanların çoxu şər atmaqla, yalan danışmaqla Futbolda isə daha çoxdur. daha özə həyatlarını qururlar. Valla bax Tərlan mən dəfələrlə demişəm, bax sizin vasitənizlə deyirəm. Tərlan Əhmədov haqqında deyirlər ki, Tərlan Əhmədov bunu elədi, budur. Bax o deyən insanları sizin vasitənizlə, nə bilim bunu İdman TV-də də demişəm. Bunu Müxtəlif platformalarda. evet, hamısında da demişəm ki, qardaş, o adamlar kimsə gəlsin, çıxsın görüm mənim nədə ittiham eləyirlər. Neynəmişəm, kimə neynəmişəm, kimdən nə almışam, hansı kim biri gəlib mənə nəsə bir qəpiyə. Heç mən bu günə qədər heç bir futbolçudan yox, heç bir insandan, yəni futbol camiəsinə qədər mən hədiyyə almamışam. Yəni yaxın buraxmamışam. Özüm verə bilərəm hədiyyəni, amma hədiyyə qəbul eləməmişəm. Çünki ona ehtiyacım yoxdur. Çünki bilirəm ki, söz söhbəti böyle. O adamlar gəlsin, çıxsın bura. Yəni bu gün bizim işimiz budur. Tərlan Əhmədov kimləsə görüşür, şişirdilir. Tərlan Əhmədov iş görür, şişirdilir. Tərlan Əhmədov nəticə verir. Ha, bu nəsə elədi, bu ola bilməz ki, Tərlan bir ərzində komandaya gəlsin birdən belə 3-cü yerə çıxasın. Ay niyə olmur qardaş? Əcnəbi Dombraskas məsələn gətirdi, çempion elədi. Nə var ki burada? İşi düzgün qurandan sonra Bəli, kimdir? bəli. Biz mən də tərifləyirəm Dombraskas. Əlbəttə. Mən yeganə adamam ki, məsələn üçün Torontovuzda BTV tənqid edirəm. Nəticə var. Mən nəticəsində ona heç bir şey Amma demirəm. oyun olaraq Amma oyun olaraq qardaş, yəni anti futbol oynayırıq. Biz oyun fəlsəfəsi deyiləcək bir şey yoxdur. Yəni o komandanın bugünkü nəticəsi Zirənin, Neftçinin, Qarabağın, o bir də Sumqayıtın. Yəni o dövrdə hansısa bir problemlərlə üzləşdiyi vaxtda Turan Tovuzun qazandığı xallar idi. Siz baxın bir oyun üslubu deyiləcək bir şey yoxdur. Amma heyət, mən sizə deyim ki, Turan Tovuzun heyəti ən çempionluğa layiq olan heyətdir. hal-hazırda. Hal-hazırda. Ehtiram müəllim də mövsümün əvvəlində Amma demişdi də ona vallahi bir ki, şey deyim, çempionluğu oynayacaq. Çempionluğa layiq olan heyətdir. Amma heç bir futbolçu öz potensialını aça bilmir. O sistemdə. O sistemdə qeyri-mümkündür. Necə ki, bu günlərin İmişlinin heyətində bəzi legioner oyunçular baş məşqçidən narazı ki, biz özümüzü aça bilmədik burada. Nəticə oldu, amma boş-boşuna qaçdıq. Taktiki, texniki olaraq məşqçinin istəyinə uyğun hərəkət elədik. Amma məsələn Diego Almeida deyir, mən özümü aça bilmədim. Mən bu deyiləm. Mən daha yaxşıyam, daha möhtəşəməm. Məsələn Siz bu oyun bu gün planında. futbol, dünya futbolunda bu artıq yoxdur, vur qabağa. Məmməd ağa vur qabağa. Yəni bu şey yoxdur. Bu gün futbolda daha çox futbol topla oynanmalısan. Futbol özünün topdur da. Bu topla Bəli, bəli, mübarizə edir. Əgər bu gün sən topsuz oynayırsan, nə qədər olar ki, baxın Qaçasan. görün ki, deyək ki, Berdiyevin futbol karyerası zəngindir. Amma nəticələrə baxın. Rubində deyirlər, Rubində də həmən futbol oynanılıb. Amma fərqli olur. Burada futbolçu tamamilə fərqli idi. Oradakı Bəli, futbolçu hücum fərdi fazasındakı ustalar. oyunçular. Amma buradakı futbolçuların fərdi. Buradakılar açıq. Məsələn burada bir gökdəniz yoxdur. Məsələn orada var idi. Var idi. Yəni üstün cəhətlər var. Bəli, Oradakı məsələn. bir şeydə burada o futbolçular ki gətirilib, hər də Stoperdə bir navası yoxdur. Orada var idi, amma burada bir navası yoxdur Yəni məsələn. siz müdafiəyə baxın, müdafiə nə qədər səhvlər eləyir. Yəni onlar oyunu oynayanda həyəcan içindədirlər müdafiəçilər ki, birdən nəsə səhv eləyəcəm. Yəni olmamalıdır. Futbolçu Bəli. sərbəst olmalı, futbolçu topla. Futbolçunun da səhv var. Bu futbolçu düşünsə ki, mən səhv eləməni qorxuram, siz bilin ki, səhvlər ardıcıl olacaq. Bəli. Topu alan kimi hara gəldi vurmaq olma, top gəldi qorxa-qorxa çıxarmaq. Yəni itirilən xallara baxın. Komanda öz potensialından çox aşağı oynayır. Oyun fəlsəfəsi belə. Nəticə var, nəticəni mən bəyənirəm. Yəni mən bu fikirləşirdim ki, Allah eləməsin bu il o nəticə olmasa, 3-cü yer tutmasa, ehtiram mənim futboldan gedə bilər. Bəli, Mən istəmirəm. o narahatlıq ona Yəni, görədir, Ona bəli. görə yox, mən o komandaya aparacağam. Yox, amma yəni belə bir iş adamının futboldan Onun küsməli. gördüyü işlərə baxın. Deyək ki, Məhəmmədi də Şüvalandakı, Kürdaxandakı, bəli. Kürdaxandakı baza tikməsi. Bəli. Turan Tovuzun stadionu Akademiya. yerində akademiyada və çayın Tovuzda çayın kənarında
bir neçə stadion akademiyasının Bəli, tikməsi. bəli. Yəni Möhtəşəm. insan iş görür də. Biz bunu niyə dəyərləndirmiyor? Niyə biz ona dəstək olmuyor? Amma hər halda onun komandası da ehtiramım komandası futbol oynamalıdır axı. Bəli, Bu bəli. futbolla məsələn deyək ki, konferans liqasında hansısa bir zəif komandanı keçmək olar. Amma oyun olaraq Oyun olaraq o da sual doğru. Nə qədər o standart vəziyyətə gözləməlisən ki, standart vəziyyətdən qol vurasan. Yəni bu futbol adına deyək, yəni ona görə də biz düz söz deyəndə heç kim bəyənmir. Amma biz bu gün yanlışlığa daha çox bir insanı ümumiyyətlə silmək üçün bir kəlmə yetərlidir ki, ictimaiyyətə buraxırsan, sosial şəbəkəyə buraxırsan, onunla da karyeran belə. Tərlan Əhmədov gördük işte. Tərlan Əhmədov vaxtında Kəpəzdə Fərid Nəbiyevdən Yusif Nəbiyev qardaşları milli yığma komandaya dəvət aldılar. Artıq Orxan Sadıqlının da yığmaya layiq görülmüşdü, sözüm yox. Bəli. 21 yaşlılara düşdü Elçin Həsənov. Bəli. Onu Kəpəz Futbol Akademiyasından çıxardı. Amma hamısı artıq məhv olub gedib. Neftçidə də mən çox futbolçuları çıxartdım. Amma siz təsəvvür edin ki, hər dəfə çıxaranda kimlərsə fikirləşir ki, belədir. Biz futbolu inkişaf etdik, Tərlan Əhmədov yox. Əsas məsələ futbolun Hərəli inkişafı bilsə, Nazım istiqamətindən. Süleymanovun deyək ki, bu gün işi yoxdur. Mahmud işsizdir. Bilirsən, Vəli Qasımov deyək ki, aparıb Şamaxı xatırla, Şamaxı futbol məkanı deyil. Tamamilə fərqli bir məkandır. Orada daha çox boksdur, güləşdir. Fərdi idman növü. Fərdi idman növünə üstünlük verilir. Deyək ki, xanəndəliyə daha çox üstünlük verilir. Amma futbol ümumiyyətlə orada futbolçu çıxmayıb. Yəni biz tarixi bir baxsaq Azərbaycana çıxmır. Daha sevindirir orada da, amma o səviyyədə, o vəzifədə deyil. O öz şeyini Potensialını qoya göstərə bilmir ortaya. Deyək ki, nə bilim Samir Ələkbərov 1-ci divizionda Sportinqdə rəhbərlik edir. Nə bilim Vidadi Rzayev mənim kimi işsizdir. Tərlan Əhmədov işsizdir. İndi siz təsəvvür edin ki, bizim dövrün futbolçuları bizim Pakalyandan başqa artıq Samir Əliyevlə Emin Quliyev də artıq bizə qoşulub. Yəni onlar da artıq futbolsuzdur. Sual çıxır ortaya. Yaxşı Tərlan Əhmədovun xarakteri pisdir. Bu birlərin də xarakteri pisdir. Yəni Tərlan Əhmədovun işi qaldı kənarda. Onun xarakterini. Nəyinizə lazımdır Tərlan Əhmədovun xarakteri? Niyə edəcəksiniz Tərlan Əhmədovun xarakterini? Kitab yazacaqsınız. Xeyrinizə nədir ki? Futboluna baxın ki, işinə baxın. Nəticə verməlisən. Nazım Süleyman əgər futbolda alınmırsa, onun adına bir söz çıxarıblar. Qaçış gətirin idman direktoru qoyun. Mahmud Qurbanovun adına başqa bir söz çıxarmısınız, bacarıqsızdır, yaxşı, bacarıqsız. Gətirin kluba vitse-prezident qoyun. Nə bilim, heç birimiz futbolsuz qalmamalıdır. Öz töhfəsini verməlidir futbol adına. Amma siz təsəvvür edin ki, heç birimiz iş başlayır və nəticə verən məşqçində başlayırlar. Onda hansısa bir qüsur axtarmağa. Günün günorta çağı, qızmar günəş altında əllərində çıraq Tərlan Əhmədovda səhv axtarırlar. Niyə? Kimə nə edirmiş? 2015-ci ildə mənə üzr istəyirəm, o bütün dünyada iqtisadi böhran başlayanda bizdə də bilirsiniz ki, Azərbaycanda klublarda devalvasiya oldu. Devalvasiya maliyyə böhranı yaşadılar. Bizi klub rəhbərlərini, baş məşqçilərini Elxan Məmmədov, Prasnevskidən bizi yığıblar Olimpiya stadionunda. Onda da 8 komanda idi bilirsiniz. Söhbət gedir neyə nətələk ki komandaları. Mən də deyirəm ki, Bakıda turnir keçirəyin. 1-ci divizyon komandalarının ikincisi. Yadınızdadır, Kaspiyan Cup bir turniri keçirdik. Neftçidə çempionluq yadınızdadır. Bəli. Bir turnir keçirəyin. O turnirin yavaş-yavaş artıq gələcəyini beynəlxalq turnirə çevirəyin. Daha keyfiyyətli olsun Azərbaycan adına. Bəyənildi. Sonra dedilər nədir? Dedim ki, təlim məşq toplantısına kənara getməli. Azərbaycanda özümüz mini turnirlər keçirəm. Klub baş məşqçisinə bildirdi ki, sən artıq eləyəcəksən ki, klub rəhbərləri büdcəni azaldacaqlar. Sən imkan verməyəsən. Dedim, onda belə başa düşdüm ki, siz sadəcə olaraq klub rəhbərinin cibindəki pulu güdürsünüz. Futbolu yox. Və sonraki mərhələdə mən, bilirsiniz, mənim komandam hələ büdcəsi 155 min manat olan Azal Qarabağı məğlub etdi, Qəbələni məğlub etdi, Neftçini səfərdən məğlub etdi, İnternetsə. Yəni komanda artıq 4-cü yer bilirsiniz ki, o vaxtı Sabah 4-cü yer, Zirə 4-cü yerdir. Zirə artıq 2 il peşəkar oynamamışdı. Biz artıq gedirdik. Son nöqtədə biz məğlub olduq. Bəli. Neftçi getdi. Həmin yadınızda. Yadımdadır. Bax, həmin dövrdə o komanda 155 min büdcə, 155 min manat, aylıq. 155 min manat illik büdcə. İlliyə hətta. Demək, İbrahim, ben indi deyirəm, İsmail İbrahimli 50 maaş alırdı. Aylıq maaşı 50 manat idi.
O maaşda orada ən çox maaş alan Seymur Əsədovla Rail Məlikov idi. 700 manat. İkisi qalanı 500, 450, 300 bax belə maaş alırdı. Həmin futbolçuların çoxu da məndən sonra bir ildə futbol oynadılar. Və sonra hamısı dağılışdılar, getdilər. Birdən-birə o yüksək Yəni o maaşlardan nəticə, düşdülər bəli, buna. yəni o nəticə, mən o uşaqlar hansı ki büdcə azalanda bütün futbolçu hamısı getdi, dağıldı, komanda dağıldı. Mən o uşaqların hamısını yığdım akademiyadan, 19-lardan, əvəzedicidən, ikinci divizyondan, birinci divizyondan yığdım o uşaqları. Bir dəqiqə mən nəsə istəyirəm. Hə, Bir tutarıq. dəqiqə qurtar, bir Bir dəqiqə. dəqiqə qurtaracaq. Ha. Demək, uşaqlar hamısını oradan buradan yığdım, nəticəni biz həyata keçirdik. Məşqçi işi başqa idi, amma tərlanı ləkələmək rahatdır. O cümlədən də Elçin müəllim. Azərbaycan futbolu bizsiz də Of, düzələcək inşallah. Of, çox Azərbaycan futbolu ilə bağlı saatlarla deyirəm. Yəni bununla bağlı konfransda keçirmək olar, problemləri işıqlandırmaq adına, danışmaq adına danışırıq. Hər birimiz danışırıq. İş icraya gələndə müəyyən Hamı çəkilir. hamı çəkilir. Odur ki, icraat çox önəmlidir. Mən sizə dərin təşəkkürümü bildirirəm. Bizim yeni YouTube kanalımızın, Futbol Ofisi TV-nin layihələrindən biri həftəlik protokol verilişinin ilk buraxılışına qonaq oldunuz. Dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun və inşallah hər zaman mən bu fikri səsləndirirəm. Sizin kimi mütəxəssislər meydanda olmalıdır. Meydan içində olmalıdır. İnşallah Sizə də minnətdaram. uğurlar, yeni layihəniz uğurlu olsun. Sağ olun, təşəkkür edirəm, Siz minnətdaram. sağ olun, dəvət edirəm. Bəli, əziz tamaşaçılar, əziz dostlar, Futbol Ofisi TV-nin ilk verilişi, ilk layihəsi deyək, həftəlik protokol verilişinin buraxılışını təqdim etdik. Siz də The Football Office TV ingiliscə gedir. Futbol Ofisi TV-nin YouTube kanalına abunə olun. İzlədiyiniz videoları, yayımları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Yeni buraxılışlarla, yeni layihələrlə görüşünüzə gəlməyə çalışırıq, çalışacağıq və ümid edirik ki, siz də abunə olub izləməklə bizim gördüyümüz işə, zəhmətə öz töhfənizi vermiş olacaqsınız. Hələlik deyirəm.